Salamlar, sayğılar, əziz dostlar, hər vaxtınız xeyir olsun. Günləri avqustun 18-i 2026-cı il sayılır. Dostlar, dünənləri bizim proqramımız müharibə haqqında canlı yayımda problem olduğu üçün üzr istəyirəm və bizim proqramımız e, yazılmayıb, yəni zəbt olunmayıbdı. Ona görə üzr istəyirəm və e, məcbur oldum yenidən bunu bu günləri ayın 18-də danışam və yenidən təkrar eləyəm. Bizim canlı yayımlarımız Təbriz vaxtı ilə saat 9-da və Chicago saati ilə 12:30-da günorta çağı canlı yayımda həmişə hər gün oluram. Olmasam da qətən müsahibə şəklində olur. Müsahibəni mən yazıram lentə Zoom vasitəsilə yenidən onu saat elə 12:30-da Chicago vaxtı ilə və Təbrizin axşam başı saat 8-də yayıram. Yəni hər gün bizim verilişimiz olur və istisnası yoxdur ki, olmasın. Onun üçün dostlar, dünənləri müharibə haqqında biz danışırdıq. Müharibənin bizim fikrimiz müharibəyə nədir və necə baxırıq ona və müharibə niyə baş verib və Trump'ın siyasəti müharibənin qabağında və bu günləri kim udub və kim udacaq. Onun üçün bizim öz fikrimiz, yəni Azərbaycanın milli hərəkəti əlbəttə ümumiyyətlə qalib fikir budur ki, müharibəni pisləyirlər və fikirləşirlər ki, müharibə bu milləti qutara bilməz. Bəlkə millət özü öz taleyin, öz sərniştin ələ alıb və mübarizə aparmalıdır. Hər halda dostlar, biz öz taleyimizi əldə etmək üçün müvəzzəfik mübarizə aparaq, milli fəallarımız içəridə, çöldə hər hal bir düzgün siyasət götürüb və onu irəli aparmalıyıq. Bizim hərəkətimiz həmişə cəngə müxalif olub, hətta mübarizəmiz mədəni mübarizə olub, hər cürə xuşunətdən camiədə çəkinirik və hər cürə o mübarizə müsəlləhanəyə falan mütəqid deyirik. Sivil mübarizə ən əlverişli mübarizədir. Amma gedişat, gələcək nə olacaq o ayrı bir mübahisədir. Şərait təyin kunəndədir. Gələcəkdə şərait ehtimalən bizim nəsildən sonra bir nəsil gələr və görər ki, bunların ataları, babaları uğur qazanmayıbdır, ehtimali vardır, ayrı metod bir qabaqlarında götürərlər və qəhramiz mübarizə müsəlləhanəyə hətta üz gətirərlər. Bunu biz bilmirik. Gələcək nə müşəxəs
edəcək və hansı yolu seçəcək, o gələcəyin fikridir və biz öz fikrimizi burada deyirik. Ola bilər, onlar bizi nəqd də eləsin. Onlar bizi tənqid eləsinlər ki, bizim atalarımız, babalarımız düzgün yol götürməyibdilər. O şərait zamanı təyin kunəndədir və hər nəyi müşəxəs eləyir və müşəxəs eləyir müharibə və qəhramiz hərəkət, yəni mübarizə müsəlləhanə ehtimalən belə nəticəyə gələrlər ki, deyərlər ki, o bizə nəcat verə bilər. Yəni deyərlər ki, bu qarşımızda olan hökumət heç vaxt bu hakimiyyəti buraxmaq fikrində yoxdur, diktatordur və millət bundan hamısı narazıdır, ehtilaya inqilabı vardır və camiə ilə siyasi mübarizlərin fikri bir olub və kütlə o mübarizlərinin arxasında duracaqsa, bu mübarizə müsəlləhanə effektlidir və eləyə bilər millət ona söykənə və millət öz yolunu seçib gedər. Bu şəraiti feilidə o bizim camiəmizdə o bəstəri fikri feilən qalib deyil. Vəxti milli mübarizəmiz nisbət məsələn şah devrinə agahisi, ondan sonra fikri, düşüncəsi inkişaf eləyibdi, qabağa gedibdi, amma o mərhələyi ki, poştəvanə ola kütlə siyasi mübarizəyə hələ o həddə gəlib çatmayıbdı bizim mübarizəmiz. Və biz düşünürük ki, feilən bu mədəni mübarizə effektlidir bizim hərəkətə. Onun üçün ərz eləyirəm ki, şərait-i ümumiyyət camiə xətt məşi mübarizəni təyin eləyir, yəni təyin kunəndədir. Amma bunların hamısı bir tərəfə niyə bu cəng baş veribdi? Dostlar, bu nə İsraildən feilən asılıdır, nə Amerika dövlətindən, Cumhuri İslaminin siyasətinin nəticəsi bu olubdur. Vəxti bir ölkə sudur inqilaba etiqad oldu və niyabəti qruplar yaratmağa çalışdı Azərbaycan Respublikasında, ondan Pakistanda, Əfqanistanda, ondan sonra Lübnanda, Ərağın özündə biz görürük ki, əli çatan yerə qədər bu hakimiyyət millətinə yox, bəlkə kimə? Xarici nirulara, Housilər hələ yadımdan çıxdı və hələ o Afrika dövlətlərində də bir seri bunlar fəaliyyət eləyibdi. Hətta Vyetnama qədər gedibdi, nəm Kamboca qədər gedibdi, nəm hansı Venezuelaya qədər gedibdilər. Bundan sonra Afrika ölkələrinə gedibdilər. Bunlar hər yana ayaq qoyubdular, orada bir dənə niyabəti qrup təşkil veribdilər. Təəssüflə Amerika gedir İraqı alır, 250 Cumhuri İslamiyə təqdim eləyir. Deyir, Cumhuri İslamiyə buyur, bunu bizdən də daldan da deyir, terror ölkəsi, nəm filansan, ağa sən, ağaya Amerika,
Sən özün 250 ərağı veribsən bu ölkəyə. Sən bilmirdin İranın hakimiyyəti o nə iş görəcək? Ərizo təbil, mən buna inana bilmirəm ki, Amerikanın CIA bu fikirdə olmaya ki, biz öz əlimizlə Irak'ı verdik İran hakimiyyətinin əlinə. İran hakimiyyəti faşist bir dənə hakimiyyətdir. Yəni hər nəyə düşüncə əsasında ideolojik baxır buna. Vaxtı ideolojik baxır bir hakimiyyət, o hakimiyyətlə tahammül eləyə bilməz. Bilməzsən. Onun özünün parametreləri var, onun özünün metri var, o metrlə hər nəyi ölçür. Metri nədir? Sudur inqilab. Bunun məbani fikrisi buradan qaynaqlanır ki, Şiə gərək dünyanı ala, qəmə vura, sinə vura, ondan sonra Məhəmməd Təqiyev məclisinin kitablarını oxuya və gedə dünyanı ala əlinə, Məkkəni ala əlinə, Yəməni ala əlinə, ordunu ala əlinə. Güya deyir, rəvayət vardı ordunda, məsələn, biz filan iş görək. O rəvayəti kim yazıb, məlumdur. O rəvayətlərin hamısı qondarma rəvayətlərdir ki, heç məbanisi yoxdur. Mən Peyğəmbəri gördüm, Peyğəmbər belə sözlər danışırdı. Ağa, oldu bu rəvayət. Ağa, deyirlər İbn Oca, yox, İbn Oca deyir, Kəbul Əhbardır, kimdir? Yadımdan çıxdı adı. Minlər dənə hədis cəl eləyirdi. Ama bu hədisi ki, hətta Quranla mütabiqəti olmaya, sən onu nə cür təbəiyyət eləyirsən ona? Nə cür onu sən Quran deyir, sən bədənüvə zərər yetirərsənsə, haramdır. Niyə deyirlər? Özü öldürmək. İnsan özünü öldürsə, Allahın tərəfindən bağışlanmayacaq. Və günah-ı kəbirəyə mürtəkəb olur. Niyə deyir bunu? Ona görə deyibdir ki, insanın haqqı yoxdur. Özü özünü öldürə. Elə bil, sən deyir, qətl-i nəfs eləyibsən. Ağa, zəncir vurur, bədəninə xəsarət yetirir, qəmə vurur, ondan filan. Quranın arasında yazıb. Hansı hədisdə yazıbdır ki, gəsən başıvu İmam Hüseyin yolunda qəmələkinin? Hansı hədisin vardı ki, gətirin deyin də, ağalar, ağayanı ruhanilər, mərazi təqlid. Gətirin görək bunu harda yazıbdır ki, İmam Hüseynin yolunda sən başı vurcuna, paramparça eləcəklə. Vaxtı İslam deyir ki, sən bədəni və xəsarət yetirərsənsə, sən günah-ı kəbirə eləyibsən, qətl-i nəfs nə cürdür? Aşura günü millətin əlinə bir dənə qəmə vercinə vursun başına. Bu Quranın harasında yazıbdır? Ağalar, ağayanı ruhanilər, siz ki İslamı oxuyubsuz, siz ki filan eləyibsiniz, behman eləyibsiniz, hansı hədis vardı ki, əşhədü ənə əliyyən vəliyullah deyəsən? Həzrət Ayətullah Əbul Fəzl Zəncani
Tehranın məscidində piş namaz idi. Bir yadımdan çıxıb da hansı da deyirdi. Bunun üstündə o piş namazlıqdan gedib deyirmişlər əşhədü ennə Əliyyən vəliyullah. Deyib də o namazda yoxdur. O namazda yoxdur. Onu siz varid edibsiniz o namaza. Əgər belə namaz qılarsınızsa, dinə siz böhtan deyirsiniz. Sizin namazınız düzdür. Yəni bu mollalar ki Təbrizdə o mollanı görürsən, o kət mollası. Gedib ona deməlisən, gedin deyin ki, Quranın harasında yazıbdır ki, əşhədü ennə Əliyyən vəliyullah. Mən sünnizə durmamışam, dostlar. Sadəcə bu vaqiyyətdir. Yəni belə mollalar hətta namaz ki qılırlar, o da günahdır. Günahdır. Onlar məsiyət eləyir, namaz qılmır. Çün Həzrət Əliyə onlar Allahla bərabər eləyirlər. Ağay İmam Cümeyyə Təbriz deyir, Babəklə İmam Hüseyni niyə bir-birinə qatışdırırsan? Amma özü əşhədü ennə Əliyyən vəliyullah deyir. Peyğəmbər heç iddia eləmədi ki, mən Allahın vəlisiyəm. Hansı bir dənə hədis vardı ki, sən bunu gətirib namaza qoyarsan və namaza qatasan? Ağa, hamısı, deyirəm, Ayətullah Əbulfəzl Zəncani bunun üstündə Tehranda namaz qılmadı. Dedi ki, siz zat eləyirsiniz, şirk eləyirsiniz. Və Allaha şərik qərar verirsiniz Həzrət Əlini. Məqam o mənzələt Əli kimi bir dənə insanı siz töhmət verirsiniz ona, yalan yapışdırırsınız. Dostlar, bizim konumuz bu deyil. Bizim konumuz sadəcə nədən ibarətdir? Müharibədən. Aya bu müharibə bizim, yəni Amerika ilə İran hakimiyyətinin döyüşməci bizim millətimizə xeyir verəcək. İranda yaşayan millətlərə və İranda yaşayan hətta Farsa siz fikirləşirsiniz bizə bir dəstəvərdi olacaq, bizə bir xeyri olacaq. Bu millətə o məişətinin çətinliyinin qabağını alacaq. Mən əminəm, yox. Bu mollalar ki bunu deyir, o qiyamətin günündə cavab verməlidirlər Allaha ki, Allaha şirk qərar verirlər. Şərik olur. Əzizəm, qardaşlarım, bacılarım, bu mollalar o yol ki aparır, o siyasət ki aparır, o siyasətin nəhayəti yoxdur. Vəllahi və billahi bunların siyasəti məlumdur hansı Qurana, hansı dinə, hansı o əhkam-ı ilahiyyə bunlar ibadət edir. Bunlar İsraildən silah alır. Cəng-i Səddamda İsraildən silah alır. Gəlir mərc bər İsrail. Mərc bər İsraildə deyir. Ağa, bu sən silah aldığın nə mənədir? Sən ölüm olsun İsrailə dediyin nə mənədir?
Səddam sizdən 100 dəfə öz armanına, öz əqidəsinə sadiq imiş. Gerçi onu da mən qəbul eləmirəm. Dostlar, bunlar İngilisin töhvəsidir bizə gəlib çatıbdı. Bunu da, keçən proqramlarımda da demişəm. Və cüziyyatın çox belə sənədlə, faktla o birisi mənim videolarımı izləsəz, qətlən bu cavaba, bu sorğuya cavab tapa bilərsiniz. Amma bizim etiqadımız əsasında Cumhuri İslamının o qələt siyasətlərinin bu günlərin nəticəsini görürük. Bu günləri millətimiz fəqrlə, fəlakətlə ki, üzbəüz olubdur. Bu fəqr o fəlakət nəticə bir tədbiri bu hakimiyyətdir. Bu hakimiyyətin qanmamazlığından gəlibdir bu günləri. Bizim işimiz bu yerə çatıbdır. Ərəbistan, Pakistan, Əfqanistan, Keşvərhay Ərəbi, Misr, Misrin Əl-Əzhəri dünyada məşhur bir məktəbdir. Nə cür olur sən tək özüvə 1 milyard nə qədər müsəlman var, mən bilmirəm. Nə qədər müsəlman vardı İranda, onların hamısı bu məsələni bilir. Hakimiyyət-i Cumhuriyyə İslami, hakimiyyət Allah'dır. Bizim sünnəti mollalarımız ki, bədvi tarixi təşəyyüdan, tarixi İslamdan bəri heç birisi iddia eləməyibdir. Qeybət İmam-ı Zaman biz eləyə bilərik, hökumət təşkil verir. Həmişə bizim bilənlərimiz, bizim düşünənlərimiz, bizim düşüncəli insanlarımızın hamısı deyirdi ki, İmam-ı Zaman gələndə ədl-u ədaləti bərqərar edəcək. İnanırsınız ona, əgər o zaman görsələr, bunların mənafiyi təmin olunur. İmam Zamanın başını bunlar vuracaq. Gedin tarixi oxuyun. Gedin tarixi ruhaniyyəti oxuyun. Görün tarixi ruhaniyyət niyə, nə deyir? Niyə İmam Şah İsmail'in qabağında Əfqanlı ruhanilər ki, Hovzi-i Elmiyyə-i Nəcəfdə oxuyurdular, o Hovzi-i Elmiyyə-i Nəcəfdə kərəkini onlar baykut elədilər və kərəkiyə əvvəlin tənqid eləyən kim idi? Əfqanistanın o adamları ki, Hovzi-i Elmiyyə-i Nəcəfdə oxuyurdular. Sünni məzhəb idilər də. Və onlar dedilər ki, bu yol ki, Şah İsmail götürür və kərəkiyə bir dənə bağ bağışlayıbdır. Ona görə onlar mütəhəssin oldular. Və çox narahat, mütəəssir oldular ki, niyə Şah İsmail bir dənə buna sillə verib və bu onu qəbul edibdir. Bərxilafı şəriət-i Qur'an və əməl edib. Ruhaniyyət siyasətdən gərək uzaq olur. Bunun təzə sözdür, ha? Bunu tarixdə yazıbdır. Şah İsmail
ki gəlir Kərəkiyə bir dənə bağ e, Nəcəfdə hədiyyə eləyir, sillə verir və deyirlər Əfqanistanın uləmaları Hövzə Elmiyyə Nəcəfdə etiraz eləyirlər. Deyirlər, ağa, sən nə haqqla sillə ala bilərsən? Nə üçün sillə alırsan? Rüşvət alırsan? Milləti ədalətə çağıracaqsan? Sənin vəznin, ağırlığın nə mənədir? Ay Kərəki, sən gəlib Şah İsmail kimi bir adamdan demirlər, pisdir, yaxçıdır. Deyirlər, o zimamdardan, şahdan, o ki sahibi qüdrət o sirvətdir, ondan almaq, ruhanilərin onlardan sillə almaq günahdır. Günahdır, bunlar olmaz. Bunu mən demirəm özümdən. Tarixdə yazıb və mənbəyi zat elə bir dənə Sersi Sadə Cadola Mu'tərizini به شاه İsmail ki Ayətullah Kərəkiyə Ayətullah deyək də bu Kərəkiyə onun günahı vardısa Allah'ın özü bilər. Kərəkiyə görə bu niyə məsələn İmam Sadıq'a belə davranır? Xüsuməti hardandır? Hər halda dostlar, bunlar 8 il müharibə apardılar. Bu mollalar. Və Xameneyi o ruhaniyun sünnətini be qədri hovzədə bunların ağzına əlin qoydu və bir iddə o adamlar ki agah idilər, o agahların hamısını burada haşiyə yenidən özünə uyğun adamlar, o Kazimi idi ki Hövzə Elmiyyə Tehranda yer alıb aparıb satıbdı. Gürdüzdə nə iftizat da var. Zat oldu. O ruhani cəryan Sidiqi idi, üzr istəyirəm, Sidiqi. Molla Sidiqi Gürdüz nə iş gördü? O bir cənnətinin, o birisinin, bu birisinin nə qədər sirvətləri vardı. Xümeyniyə yaltaqlıq eləməklə bunlar bu sirvəti əldə edibdilər. Və Ayətullah Sistani fitva sadır eləyir, hansı ruhani əgər dövlətdən, büdcəyə millətdən, beytülmaldan mal ala, onun dalında namaz qılsa siz batildir. Təbrizin mollası, sənin namazın batildir. Sən əgər Ayətullah Sistani be ünvanı mərcə qəbul edirsənsə, sən hələ o həddin yoxdur Ayətullah Sistaniyə nəqd edə biləsən. Və bu günləri biz bu pədidə ilə camiəmizdə üzbəyüzük fəsad eləyirlər, qoy imam zaman zad eləsin. Uşaqbazlıq eləyirlər, qoyun imamı fisk, fücur çoxalsa imam zaman tez gələcək. Bu nə işdir? Cumhuri İslami ruhaniyyətə bizim millət həmişə müqəddəs gözündən baxıbdır. İndi bir nəfər, bir köpək olur tapmazsan ki, bu ruhaniyyətə etimadı olar. Təşəyyün, əymi ətarın
o imicinə zərbə işi siz vurdunuz. Heç nə Amerika vurub, nə İsrail. Kişi, Parsabatda siği şər'i deyil. Tərəf oturubdur Tehranda, oradan qurumsaqlı alır. Çox üzr istəyirəm. Siz də bağışlayın. Parsabatdan getçinən Zadda Burcuna. Parsabat bir dənə kətdir. Balaca bir şəhərdir. Beləcə bir balaca şəhərdə o siğə şər'i deyirlər. Nəm bir günləri sənə siğə olur, bir gün ona, o birisinin, o birisi bu, bu bir. Bu Allahın əhkamında harda var? Tərəf oturub Tehranda o adam içi siğə olur, ondan pul alır. Dəyər alır. Bunun adını nə qoyursan? Bunu ruhanidir. Bu dini şəriətin yayan adamdır. Şəriəti bizim hansı ruhanimiz olacaq şəriəti yayıbdır? Ağa, bu adamlar öz mənafeylərin hər nədən üstün vururlar. Sadiq Məhsulu ki, nəftə istəyirdilər, bunu vəzir eləyələr. Dedilər ki, vəzirlər gərək hamısı cadın gətirib o əmvalının listin verməlidirlər. Ağa, 150 milyard 150 milyard tümən bunun o zaman ki Əhmədi-Nəcad dövrü idi. Oradan eləmədilər, vəziri keşvər oldu. Oradan, ağa, bu adam bütün sənədləri çıxdı. Mən sənədlərini ifşa eləmədim ki, nümayəndə qanun məclisinin hamısına rüşvət verib rəyə etimad alırmışlar. Əhmədi-Nəcad. Bu pulu hardan alıbdılar bunlar? İndi olubdu Cibhəyə Paydarının rəisi. Rəis-i Cibhəyə Paydarı Ağay Rəsai ki, onun üzvidir, falanlar üzvidir. İndi bunlar zənginlə müvafiqdirlər. Onların nə kərlarınadır? Millət acından öldü, ölmədi. Onların nə hesabınadır, nə dəxlinədir? Millət acından qırılar, xoş ola, pis ola, nə filan ola. Onlar milyard bu məmləkətdən onlar cadılbə. Və Xameneyi də dedi ki, aha, keş vermə. Milyard dolar. Ondan sonra bunlar nəftdən, filandan ixtiras eləyibdilər, təkəlləri alıblar, İrana gəlməyib, filan eləyib, behman eləyib. Ağay Babək Zəncani neçə milyard dolar heyvan meyl eləyib, sonra da gətiriblər, indi məmləkəti veribdilər onun əlinə. Ağa, bunlar belə din saxlayırsınız, belə Quran saxlayırsınız, belə həqiqət saxlayırsınız. Bu günlərdə Amerika ilə istəyir cəng eləyər. Nə karnadır? Qaradağda yaşayan insan heç Qaradağı deməyəcək. Taybadda yaşayan insanlar o çəvirdə, ondan sonra mən getmişəm. İnanın adam ağlayır. Adam Bəluçistanda çörək tapmayan, ayaqqabı tapmayan adamlar bu məmləkətin tavanı verir. Ağay Pezeşkiyan bunların ifşa olunubdur. Mən demirəm, bunların özləri deyirlər. Dövləti təhqiq eləyibdir. 1 kilometr cadın palaşqanın içindən o benzin içi palayış olur. Ondan bir dənə lülə çəkibdirlər, aparıb özləri ondan istifadə eləyirlər. Bir qəpik bir qranda vermir. Bu adam Əli Süleymanı ki, zidd inqilabdır, Ağay X, Y ki, zidd inqilabdır, onlara icazə verərlər bir dənə palayışqatdan lülə gedə. Bir dənə çöp də verəməzlər.
Bunlar öz adamlardır. O adamdır ki məsuniyyət qəzaisi vardır. Ona heç kəs toxuya bilməz. Sadık Məsullərdir, ondan sonra Rəsailərdir, ondan sonra Ağay Sabitidir, ondan sonra Raifi Purdur, ondan sonra bunlardır. Hamısı bunlar nəm büyünləri zatdır, nəm filandır, behmandır. Bu adamların ki məsuliyyət qəzailəri vardı. Məmləkətdə heç nə zat deyil. Təbrizdə gəlirlər, treli satırlar. Yüzlər dənə trelinin pulunu alırlar, qoyurlar ceblərinə və 2 ildir, 3 ildir bunlar gözləyir bizim zadımızı, trelimiz gələcək. Görürlər nə treli var, nə bir şey var. Nə də pulları qaytarırlar. Yəni bu hakimiyyətin adamı olmasa, bu hakimiyyətə bağlı adam olmasa bir qram bir qəpik qoymazlar. Niyə qoymurlar sülh olsun? Niyə saziş eləmirlər? Niyə dünya ilə taamülə getmirlər? Bunların o pulları, paraları sorğu altına gedəcək. O dəllalar ki onlara milyard pul qoyublar. İndi də pulu götürüb qaçıbdılar. Onlar hamısı dövlətin adamlarıdır. Bunlar da qoymurlar saziş ola Amerika ilə. Bunlar da qoymurlar nə filandı İsraili ələm eləyibdilər o beqoğlu Osman köynəyi eləyiblər yuxarı tutubdular. Bunlar filandı. Yo Amerika cinayətkardır, İsrail cinayətkardır, filandı bilmir. Bunların cinayətkardan mən niyə sən silah alırdın? İsrail cinayətkardır. Sən niyə onlardan silah alıb Səddamla müharibə eləyirdin? Bunlar hamısı şuar deyil. Nə üçün o beqoğlu içəridə o məlumatları mənim içəriyə əlim çatır. Zidd inqilabın əli çatır. Hamısını elə özü satır üstə. Ağalar, millət təklifinizi bilin. Bunlar yalandan İsrail bunlara bir çörək ağacı olur. Hər kim şuar verir, hər kim filan eləyir, bunlar elə özləri, elə həmin adam İsrailin elə casusu içində bunlardır. Mən onların içinə qoymazlar ki, gedən. Ya bir zidd inqilab adam bunların daxilinə gedə bilməz ki. Onun üçün mən düşünürəm ki, İranı bir qrup əlinə alıbdır. Ağay Raifi Purrar, ondan sonra Ağay Cəlillər, Ağay Cəlilinin arvadı nə qədər görün budca alıbdır o korona zamanı ki, biz zat qayırmışıq. Vaksin qayırmışıq. Heç bunların sözü söhbəti yoxdur. Bunlar ağzını qoyub hərə bu məmləkətin budcəsindən yeyir. Ona görə bunlar saziş eləməz. Və biz niyə müxalifik bu cənglə? Millət zərbə görür. Yazıq millət ayaq altında can verir. Yazıq millətdir ki, bu cəngin həzinəsini verir. Amerikanın nə hesabınadır? Zaten nə hesabınadır? İsrailin nə hesabınadır? Bunlar şiniyib durur. Ondan sonra onlarla toqquşur. Özün ziddi İsrail göstərir. Ondan sonra qayıdır milləti də qırırlar. Bu edamları da dəstaviz olur ki, bunlar İsrailə zad edir. Bir dənə yazıq bir adam, yazıq bir kətdə adam, yazıq bir şəhərli adam nə ittilata məsələn zad ola bilər, əl tapa bilər.
Hansı məlumata bunlar casusluq eləyəcək? Məsələn, o siravi adamlar, yazıqlar zad eləyir. Onları qoyurlar küllənin qabağına, gündə vururlar, öldürürlər. Qəbirlərini də qoymurlar. Hətta əgər anası gündə gedə bilər o qəbrin üstünə. Bir görürsən, aparırlar ayrı bir yerdə, e, əl çatmayan bir kətdə bastırırlar, deyirlər ki, oradan da haqqınız yoxdur, bunun qəbrini dəyişəsiniz. Bunlar bu cür ədaləti əliyini belə bizə təqdim edirlər. Əlinin ədaləti var imiş. Ha, əlinin ədaləti sənin kimi imiş. Biz də müsəlmanıq dostlar. Biz də Allaha etiqadımız var, Qurana etiqadımız var. Hətta əqəl dədəmiz, nənəmiz etiqadlı oldu. Həmişə İmam Hüseynə qara köynək geyiblər. Ondan sonra ona ağlayıbdılar. Onun yolunu çalışıblar geçsinlər. Amma bunlar gəldi, tamamı müqəddəsat ki, bizim əlimizdə var idi, bizim ailələrimizdə var idi. Hamısını onların əllərindən aldılar. İndi dini İslamla danışanda elə bir şeytanla danışırsan, əstəğfirullah. Elə bil Allahın düşmanı olubsan. Aha, bunlar deyən din bizi birahıya aparır. Allahu veliyyellezine yukhricuhum minezzulumati ilen-nur. Yox, bunlar zülmatı, bunun yerini əvəz edirlər bunlar. Bizi zülmətə tərəf, nura tərəf aparmırlar, bizi zülmətə tərəf aparmırlar. Və bunlar fouc o ayədə, Qurandakı deyil, fouc insanlar gəlir, mülhəq olur ləşkər-i İslam'a. Şimdi fouc insanlar ləşkər-i İslam'dan qaçır. Bunların dəstəvərdi bizə bu olurdu. Və cənglə biz buna görə müxalifik ki, cəng bizim tamamı mənabeylərimizi əlimizdən alıb. O mənabeyi biz 10 il bundan belə də müsadə eləyə bilmərik. Əldə edə bilmərik. Onun üçün biz cənglə müxalifik. Əvvələn bunlar sui-istifadə edir cəngdən. İkinci, biz dünyada heç bir ölkə ilə düşmançılığımız yoxdur. Və o düşmançılıq bunların siyasətidir ki, bizi gətirib müharibəyə çatıbdır. Türkiyə müsəlman deyil, Ərəbistan müsəlman deyil, Ordun müsəlman deyil, ondan sonra Qətər müsəlman deyil, Pakistan müsəlman deyil. Nə cür bunlar hər yanda gedib bir dənə qrup təşkil verirdilər. Bu millətin pulun aparıb o qruplara yedirdilər. İndi millət aç qalıbdır. Amma bu söz Həzrət Əlinin bir sözündən sözünü sona çatdırıram. Həzrət Əli Mali Şəşdərə yazır, İbn Hədidin yazdığı Nəhcül Bəlağa Cəmavərim elədiyi məhzadda deyir ki, ey Malik, betərsiz xəşmi millət ki, xəşmi millət nişanı xəşmi xudadır. Malik, qorx Allahın qəzəbindən. Qorx millətin qəzəbindən. Millətin qəzəbi Allahın qəzəbidir ki, sən yandırar, sən məhv edər. Bir günləri Allahın qəzəbi, millətin qəzəbi
gəlibdir hakimiyyət və hər gün qorxurlar ki, bu millət etiraza eləyə. Taibi gətirirlər, nə filanı gətirirlər, Behmanı gətirirlər iş üstünə ki, bu işlər nə olar? Milləti sərkub eləmək üçün. Millət, bundan da qara günə qalacaq. Biz sizi çox istəyirik. Biz sizi özümüzü sizdən bilirik, sizin balalarınız ol və umud edirik ki, sizin himmətinizlə bu hakimiyyətin əlindən tutaraq. Sağ olun, sağ qalın, Allaha tapşırdım. Dostlar, bizim canlı yayınımızı izləyin. Həm Haray Radio'ndan buraxılır və həm mənim YouTube kanalımdan izləyə bilərsiniz. Haray Radiosu Türk aləmdən buraxılır və onun Telegram qrupunda elə Haray Radiosu yazsınız, orada çıxar. Və Haray Radiosunu elə fars dilində yazsınız, Haray Radiosu elə canlı yayımı gələr. Orada bir dənə ox işarəsi var da aşağıda. O ox işarəsinə vursunuz, orada elə başlayar danışa. Yəni, eləyə bilərsiniz, canlı oradan da izləyəsiniz. Əgər zadınız yoxdursa, elə telefonda o Google-dən yazsınız Haray Radiosu, elə farsi yazsınız, gələcək. Orada bir dənə arımı vardı, arımı gəlir. Ondan sonra o yazının üstünə elə vursunuz, düz gedəcək, sizə aparacaq. Aşağıda orada bir dənə müstətil vardı. O müstətilin içində bir dənə belə ox işarəsi vardı. O ox işarəsinin üstünə vursunuz, qətlən siz vəsl olub eşidə bilərsiniz. Sağ olun dostlar. Allah amanında hər halda sizi Allaha tapşırdım. Umud edirəm ki, həmişə xoş anlar, xoş günlər görəsiniz və bizim verilişiyə baxın, dostlarınıza da bunu çatdırın.